Kerbela'dan yeme izzetten mukam etti Hüseyin. Korkulu yersede bir kanlı kıyam etti Hüseyin. Mebhas eşki hemin yerde tamam etti Hüseyin. Ruh cavid o kıyame getiren Zeynep'di. Sar maksude kıyami yetiren Zeynep'di. Be قول مرحوم شیخ بهایی yazar کربلا در کربلا میماند اگر زینب نبود سر مقصودت قیامی یترن زینب دی. طرح منفور زر و زوری به هم ورد حسین. مشق مستکبرم قانیل قلم ورد حسین. قله قافم شجاعت علم ورد حسین. علم مکتبی شور گترن زینب دی. قله قافیدن اوجه یترن. Baver buruz, əgər yek sevvom cəmiyyət xanımın adını desə bu sütunlar lərziyə gələr. Yəni yek sevvom da demir, insaf deyiləmsiniz. Sərbazın vəzifəsi fərq eləməz. Hər səngərdə oldu, sərbaz gərək vəzifəsini əncam verər. Alam biri də əsləhə bedəz, xanım Zeynəbin hərəmindən difa edirlər. O orada sərbazlı vəzifəsini əncam verir. Sən də burada sərbazsan. Vəzifən Zeynəbin adını deməkdir. Rəqi qeyrətindən gərək deyəsən. Ehsası məsuliyyətlə gərək deyəsən. İndi özün bilərsən. Deməyəcəyəm də mən ölüm denəndən mücadil alçaqdır. Özün bilərsən. Xəfəqan bor hədəm, xəfəqan bor hədəm, icad fəza etdi Hüseyin. Nehzet sorxi çuxur yerdə bepa etdi Hüseyin. Zeynəbin nehzətə sərdar qova etdi Hüseyin. Nitq ilə düşməni təncə gətirən Zeynəbdi. Nehzətin xəlqə pəyamini yetirən İki qardaş bacı əhd eylədi verdi ələləm. Üləma-i hazır dərkən sənin əlin öpüyəm. Böyüklər ağsaqqallardan üzr istəyirəm. Özümdən kiçiklərə ərz edirəm. Neçə dənə aləm ki varımız, aləmi rəhmi madər. Bu dünyam alemi qiyamət, bunlardan qabaq alemi benamı alemi zər vardı. Ərvah tamamı avliya, ərvah tamamı ənbiya, süləha şühəda hamısı orada cəm. Billah gətirdilər, tamamı ənbiya baxdılar, tamamı avliya baxdılar. Tablohu verdilər Əbi Əbdillahin əlinəm. Səs gəlibdir ya Hüseyin, mənzur əgər yoldaşdadır. Eşqi bölsün beş yerəm, dördü bacı qardaşdadır. Namiyə diqqətlə bir bax, Zeynəb adı başdadır. İki qardaş bacı əhd eylədi verdi ələləm. Birinin bağlana qolları, biri teşnə öləm. Eşq muhremləri tam istədilər hamı biləm.
Kərbala Kəbəsinin koşdeyi ətşan ləbi var. Kəbənin Hacəri olsam buranın Zeynəbi var. Qanlı dəryanda Hüseyin teşnə takapu elədi. Özünü dəhridəm hürriyyətə olğu elədi. Bacısın məktəb-i İslam'a soxanqu elədi. Həyəcan xutbəsi xəlqə gətirən Zeynəbidir. Məktəbi oca kəmalə yetirən عاشق دیوانه ام من جان فدای زینبم تا ابد شرمنده لطف و عطای هرچی مسجد گلسم buyursun ولا غیر حضرت جانانینن عهد etmişem روز ازل عالم سلطان اگر olsam گدای Zeynep'im Zeynep'in adini möhkemde bela dur olsun ta adın defteri erbabide menzur olsun düşmeni Ali Ali'nin gözü koy kur olsun deli zulmü o ki böldü aradan Zeynep'dir naga üstünde hamase yaradan illeti vardı olup şöhreti beynul meleli Kufede hutbe diyen vaktem o nur ezeli kim soruştu danışan kimdi sada geldi Ali o ki deymen Kufede bazar Kufede ahengerem gördüm bir nefer danışır eynen Ali ibn Abi Talib öz özüme dedim Ali ne çayıldı dünyadan gedib biraz dikkat elədim gördüm yok danışan Ali ibn Abi Talib'di fauran o abzar karimi koydum yere süratle geldim bazar Kufiyem gördüm bir hanımdi sınık kecabe üstem belə danışır eynen Ali ibn Abi Talib her kim menden hem nezerdi mohr tayidin hanımın o güzel adıyla vırsın küfrevini yıkmağa daim çalışan Zeynep'dir Kufa şehrinde Ali tek danışan Kufa şehrinde Ali tek danışan vardı Seffeyn'in Alüz'de senede mustadeli onlar ki tarihe aşinadiler 18 ay yani il yarım Emir el-Muminin ağam با وجود مالک اشترلر با وجود پهلوان و قهرمانهای نامی مانند حسین ابن علی حسن ابن علی Əbəlfəzdə 16 yaşı vardı. Burada bir dənə qoyun bir söz ərz edeyim, eşq edir. Əmir ağadan soruşdular, ağa Malikin ki belə şücaətin tərif eləysən, bir cümlədə istəsin Malikin şücaətin deyəsən, nə mod deyərsən? Üləma bağışlasınlar. Buyurdu ki, əgər gecə yarısı ola
zulmət mutlaq. Malik bir dənə səhrada yol gedə. Ehsas eləyə bir balaca təpbədir. Ayağın qoya təpbənin üstünə bir dənə şir ola. O şir nərə çəkə. Gecə zülmət səhrada heç kəs yox. Malik bir zərrə qorxmaz. Belə cürəti vardı. Malikdən soruşdular, Malik sən ki bu şücaət sahibisən, heç ürəyivə bir rob əyləşir. Dedi Seffeynidə bir dəfə bir dənə nocavan niqabı saldı üzünə. Baba icazə versin gedim meydana. Baxdım Əmir ağaya dedim dənə uşağı yollusan meydana. Dey niqabı rədd elədi. O iri gözlərim bir çərxiş verdi. Mənə bir cür baxdı ürəyimin bəndi qanıcı. Dedim bu kimdir? Dedilər bu Ümmül Bəninin yəlidir. Ümmül Bəninin pəhləvanı. Xob, bu pəhləvanlarla Əli Seffeynidə şikəst yedi. Bu pəhləvanlarla. Niyə? Maviyə gəldi dedi Əmras Əlinin leşkəri bu cür pişrəvi elək, Şamı təsxir elərlər. Dedi sənin işin olmasın, qaş get. Maviyəni yola saldı Əmras əleyhillənə. Dedi hər kimin Qur'anı var vırsın neyziyə. Hər kimin də Qur'anı yoxdur yerdən bir daşdan zatdan tapsın, bir ərzişli parçaya büksün, Qur'anı oxşasın onu vırsın neyziyə. Hərə bir dənə Qur'an vurdu neyziyə, pişrəvi be suyu ləşkəri Əli. Əlinin durəsizur o nəfəh, o bişuur, o anlamaz qoşunu dedilər, Əli canı sən Qur'anla cəng eləyəsən. Buyurdu baba, ənə Qur'anun natiq və huvə Qur'anun samit. Kağazdır, mürəkkəbdir, 25 ilə əyləşdim evimin qurşəsində dizlərimi qucaqladım. Sizlər çəkibsiniz məni bu meydana. İndi də sözümə baxmıyorsunuz. Hiç iştibah eləməsəm 5000 nəfər dedi, anlamamışıq. Bəqiyə dedi sözümüz söz ki cəngi Nəhravan qabağa gəldi. Hövsələ-i məclisdən uzaq, hala işim yox. Bu Seffeynidə Əli şikəst yedi. Vardı Seffeynin əl üzdə sənəd mustədəli, il yarım cəng eləyib leşkər Şam ilə Əli, o sipah ilə ala bilmədi Şamati vəli. Cəng Seffeyni köməksiz qutaran Zeynəbidir, qolları bağlı gedib Şamı alan Sizə canım qurban. Bir günü dəstə qəzan vah şuarı pozacaq, qara dillərdəki ərkan-ı inadı qazacaq. Sazəman miləlim sərdəri üstə yazacaq, şəcər-i izzəti dünyada əkəl Zeynəbidir, zillətin peykərəsin darə çəkər bəhr qəmdən qutarıb sahilə gəldi bu xanım. Əlinin qanı yaxan məqtələ gəldi, görcəyin qanı minani dilə gəldi bu xanım. Dedi sən qana batan yer nə mücəlləldi Hüseyin, qəbrüvü görməyə avarələrin gəldi. Zeynəbə bir səs qoş sənə canım qurban. Naqa gəldi xicəl, gəlir ətrə imam, alar dörd ağaclıqda durub verdi səlam. Əssalam, ay başı ərşə ucalan, əssalam, ay bədəni çöldə qalan. Əlin ki çatmayıb sənin hərə
naminə. Elə buradan Zeynəbə qoşul salam verə bi Abdullaha. Əssalam, ay kəfəni köhnə həsir. O həsirə dəli aləmlər əsir. Hüseyin heç olmamışdı 54 ildə. Zeynəb bir dəfə salam verə bi Abdullah cavabını almıyor. Amma günləri nə qəd dedi? Əssalamu aleyk ya zəbihəm minəl qəfa. Gördü cavab olmadı. Dedi Hüseyin demirəm şərh pəyam al məndən. Bari bir dəfə salam al məndən. Bazuamı 5 dəqiqə bir hal tap. Elə bilə əyləşib sən də Beynül Hərəmində taca dua vursun. Qurban olum ağanın süfrəsindən mütənəim olaq. Axı, axı. Baxdı İmam-ı Səccad ağıya, ərz elədi imamım bala. 40 gün bundan qabaq sən təbdar edin, xeymədeydin. Bala, burada mən hər qəməmin babaşdım. Təllə bax, məxtələ buradan qaçdı. Elə bil mən deyəməyəm, hə? Bala təllə bax, məxtələ buradan qaçdım. Axey, 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 axey. Hüseyin Kərbəladan ayrılanda qollarımızı bağladılar. Bizi üryan dəvələrə mindirdilər. Bazar-ı Kufəni gəzdirdilər. Məclisi İbn Ziyada apardılar. Şam'ın bazarını gəzdirdilər. Məclisə Yazid gördüm. Zeynəb bunların hamısın dedi. Amma bunlar hamısı bu quzarışlar müqəddəmədir ta Zeynəb bu cümləni deyə. İltiması dua o bu cümlədə bu idi. Dedi Hüseyin çox dudiman yanıbdı gedib tüstüsü göyə. Heç dudiman mənim kimiyəm matalanmadı. Hüseyin ahu yaralanar ki nə imkanı var qaça. Amma Rüqəyyə Şimrin əlindən qaçamadı. Ucadı ya Hüseyin. Axirin rozəm olsun. Qutardım sizə canım qurban. Hər nənə öz balasını oxşay. Hər bacı öz qardaşının qəbrinin üstə. Hamı ağlay, hamı məşğuldur. Fəqət əli qoynunda dolanan xanım Rubab idi. Onu da İmam-ı Səccad ağa buyurdu. Ana, əskərivi qoymuşam babamın ürəyinin başı. Hər nənə ağlı. Zeynəb bir dəfə baxanda gördü. İmam-ı Səccad ağa üz qoyub Nəhriyəl qəmçəmt. Bildin nə deyəcəyəm? Amadə ol, əyləşdim ha. Baxdı imamım bala. Şühədanın cənazəsin sən dəfn eləyibsən. Olmayan Nəhriyəl qəmdə də bir şəhidin qəbri vardı. Belə baxdı əmmə canım. Burada hər şəhidin nənəsi vardı. Hər şəhidin bacısı vardı. Oxşay özülənin. Amma o Nəhriyəl qəm kənarında yatan şəhidin nənəsi buradadır. Gəlin gedəğin o şəhidə də bilayla çalağın. Hamı dur deyə yağa. Xudaya Nəhriyəl qəm kənarında yatan kim olar? Buyurdu Nəhr üstə də bir salih olam bəndə yat.
yatıbdı. Bir qəddi uca arız rəxşəndə yatıbdı. Əfsus ki yoxdur, su şərməndə yatıbdı.